Loqaritm mövzusuna aid belə bir sualın izahına baxaq, hansı ki bu sual DİM-in sınaq imtahanlarında istifadə olunub. Deməli, diqqətlə baxsaq görərik ki, bu sualda loqaritmlərin bərabər olduğunu deyilir və üstlər hər ikisində x-dir. Əsasın nə olmasından asılı olmayaraq, təbii ki, təyin oblasti daxilində. Əgər x 1 olsa, loqaritmlər hər ikisi 0-a bərabər olar. Yəni, bu halda da biz deyə bilərik ki, bunlar bərabərdir. Hər ikisi 0-a bərabər olacaq. Onda bu birinci variantı idi. Gəlin necə olduğunu bir daha açıqlamasına baxaq, yadımıza salaq. Loqaritm A əsasdan B yazdıqda, əgər B-nin yerinə 1 olarsa, A da fərqlidir 1 olarsa və 0-dan böyük olarsa, yəni təyin oblasti daxilində olduqda, bu loqaritm hər zaman 0-a bərabər idi. İndi burada da onu tətbiq elədik ki, x-lərin yerinə əgər 1 olsa, loqaritmlər hər ikisi 0-a bərabər olur və biz də bunların bərabərliyini iddia edə bilirik. Amma təbii ki, x-i yəni 1 olaraq qəbul etməmişdən əvvəl mütləq əsasda yoxlayın. Görün, təyin oblastindən kənara çıxmır ki, yoxlayaq. X-in yerinə 1 qoysaq, burada 4 çıxaq 1, 3 alınır, burada da 9 alınır. Heç bir ziddiyyət yaratmadı. Birinci variant doğrudur. İkinci variant. Bu bərabərlik o vaxt ödənər ki, necə ki, üstlər bərabərdir, əsaslar da bir-birinə bərabər olsun. Yəni, 4x çıxaq x-in kvadratı bərabər olsun 12 çıxaq 3x-ə. Biz bu kvadrat tənliyi gəlin sadələşdirək. Mənfi x kvadratını keçirdək bu tərəfə. Müsbət x kvadrat olsun. Çıxaq 3x. Burada 4x var. Keçirsək mənfi 4x. Üstə gələk 12. Bərabər olur 0-a. Sadələşdirsək x kvadratı çıxaq 7x. Üstə gələk 12. Bərabərdir 0. Riyə teoreminə əsasən hasil 12 cəm 7 ilə 3-dən 4-dür. Biz tələsib bu cavabları götürməməliyik. Mütləq aparıb yerində yoxlamalıyıq ki, təyin oblastindən kənara çıxmasın. 3 aparıb yerinə qoysaq, 12 çıxaq 9 olur. Əsası doğru gəlir. Burada da qoysaq, yenə doğru gəlir. Amma 4-ü gətirib qoyanda 4 vur 4, 16, 4-ün kvadratı da 16. Fikir verin, əsası 0-a çevirdi. Axı loqaritmanın əsası 0-a bərabər ola bilməzdi. 0-dan böyük olmalıydı, 1-dən də fərqli. Deməli, 4 kənar kökdür. 4-ü qəbul edə bilmərik. Amma 3 ödədi, 3-lə 1 ödədi. Bizdən də köklərin cəmini soruşurdu. 1 üstə gələk 3 bərabərdir 4-ə. Cavabımız 4.